Əsalətül vücud, yəni varlığın əsl əsası sadəcə maddi və görünən varlıqla məhdudlaşmır. Əslində bütün mövcud olanların, kainatın və insanların əsas kökünü təşkil edən ilahi varlıqdır. Əllamə Təbətəbai Təfsir Əl-Mizanda qeyd edirdi ki, bütün varlıqlar mücəssəm deyil. Onların hər biri yalnız varlığın əksidir. Əsl mövcudluq isə Allahın özüdür. Yəni biz gündəlik həyatımızda gördüyümüz bütün hadisələr, canlı və cansız varlıqlar yalnız müvəqqəti varlıqdır. Əsl varlıq isə dəyişməz, əbədi və qüsursuzdur. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, insan ruhunun dərin qatlarında onun qəlb və şuurunun hiss etdiyi varlıq duyğusu əslində bu əsl mövcudluğun zərrəsini dərk etməsidir. Bu o deməkdir ki, hər insanın mənəvi inkişafı, öz daxili varlığını tanıması, əsalətül vücudun əksini görmək və bu əksdə itirmədən yaşamaqla sıx bağlıdır. İnsan əgər öz varlığının kökündə duran Allahın əksini görə bilmirsə, ruhani boşluq hiss edir. Əllamə Təbətəbai bu aləmi izah edərkən deyirdi ki, nurlar aləmi həm əbədidir, həm də hər bir nur, məsələn Peyğəmbər və imamların nuru müəyyən bir müqəddəs funksiyanı yerinə yetirir. Hələ dünyaya gəlməmişdən əvvəl onların nurunda bir-birləri ilə vəzifə baxımından birliyin varlığı mövcud idi. Şəhid Mürtəza Mütəhərri və Ayətullah Behçət ağa kimi alimlər bunu ruhların əbədi plana malik olması ilə izah edirlər. Ruhlar yalnız fiziki doğumdan sonra mövcud olmur. Onlar ilahi nurun müxtəlif təzahürlərində artıq var olmuşdur. Buna əsasən qeyd olunur ki, dünyada insanlar zamanla ayrı düşür, məzhəblər və qruplar ortaya çıxır. Amma nurlar aləmində əbədi birlik mövcuddur. İddia olunur ki, əgər dua edirik və Allah bu duanı qəbul edir, deməli Allah dəyişkəndir, sabit deyil. Əllamə Təbətəbai yazırdı ki, Allahın sabitliyi maddi və zamanlı aləmdəki sabitliyi ilə müqayisə edilə bilməz. Dua isə yalnız kainatın içindəki səbəb-nəticə zənciri ilə bağlı bir vasitədir. İnsan dua edir, Allah eşidir və buna görə də kainatda müvafiq qovşaq açılır. Amma bu Allahın özü üçün yeni bir hal demək deyil. Ayətullah Behçət ağa deyirdi ki, dua Allahın elmi və qüdrəti içində əvvəldən nəzərdə tutulmuşdur. Allahın əbədiyyətində hər bir duanın və hər bir insanın seçiminin bir izi vardır. Bu Allahın sabitliyini pozmur, çünki onun elmi hər şeyi əhatə edir. İnsanın həqiqi davranış tərzi haqqında Əllamə Təbətəbai deyirdi ki, əxlaq insanın öz fitrətinə və yaradana uyğun hərəkət etməsi, daxili tarazlığını qoruması və başqalarına zərər verməməsidir. Şiə irfanında əxlaqın iki mənbəyi var. İlk olaraq Allah insanın ruhuna doğru və doğru olmayanı tanımaq qabiliyyəti verir. Ayətullah Behçət ağa yazırdı ki, insan əxlaqı öz ruhunda daşıyır. Yaxşılıq və pislik hissi isə ilahi nurla əlaqəlidir. Digəri isə insanın fitrəti və təbiəti əxlaqi davranışları formalaşdırır. Ona görə də əxlaq dini əmrlərə uyğun davranmaqla məhdudlaşmır. Məsələn, başqa dinə mənsub insanlar da fitrət qanununa uyğun davranırsa, onlar əxlaqlıdır. Əllamə Qazi deyirdi ki, əxlaq Allahın nurunu qəbul etmə və ona uyğun davranmaqda formalaşır. Bu sadəcə müsəlman olmaqla məhdudlaşmır. İmam və peyğəmbərlərin irfani kəlamları göstərir ki, insan Allaha inanmadan da doğru olanı seçə bilər. Çünki fitrət və qəlb hidayətə açıqdır. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, bir insan Allaha inanmırsa, bu onun əxlaqdan uzaq olduğunu göstərməz. Amma əxlaqın zirvəsi ilahi nurla əlaqə ilə mümkündür. İnsan öz əxlaqını başqalarına zərər verməmək və öz ruhunu yüksəltmək prinsipləri ilə ölçür. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, Qur'anın icazəsi insana fitrət qanunu ilə uyğun olan ölçüdədir. Yəni əxlaq insanın öz daxili hissləri ilə ölçülür və qanunun icazəsi insanın ruhani hüdudunu pozmur. Müasir dövrdə əxlaqımız bunu icazə verən hökmləri mənə uyğun deyil deyə rədd etməyimizi maneə etmir. Müasir əxlaqımız fərqli normativlərə əsaslanırsa, bu Qur'anın mahiyyətinə qarşı çıxmaq deyil, əksinə fərqli kontekstlərə uyğun həyat seçimidir. Ayətullah Behçət ağa deyirdi ki, qanunun icazəsi ilə insanın daxili əxlaqı bəzən üst-üstə düşməyə bilər. İcazə vermək bir seçim fürsətidir, amma ruhani təmizliyi qorumaq insanın daxili əxlaqıdır. Sual edilir, əgər Qur'an icazə verirsə, mən niyə rədd edirəm? Əllamə Təbətəbai yazırdı ki, əxlaq icazə ilə məhdudlaşmır. İcazə yalnız bir sınaqdır. İnsan fitrətinə uyğun olanı seçdikdə ruhani olaraq qalib olur. Əgər sən bir əmri İslamın icazəsi ilə bilirsənsə, amma əxlaqına, vicdanına uyğun gəlmirsə, onu etməmək daha böyük ibadət və Allaha dürüstlükdür.